Salam kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən Səməd Vurğunun Ananın Öyüdü əsərinin tapşırıqları üzərində işləyirik. Səhifə 45-i açırıq. Səhifə 45-i açırıq. Ananın Öyüdü əsərini işləyirik sizinlə. Diqqətli olursunuz. Dəftəriniz, qələminiz qarşınızda olsun. Deməli, başlayırıq şeirin tapşırıqlarını işləməyə. Amma sizdən bir xahişim olsun ki, əgər bu əsəri oxumamışsınızsa, əsərdən xəbəriniz yoxdursa, onda bu videoya baxmayın. Bu videoda ancaq tapşırıqları işləyəcək. Tapşırıqları saxlayırsınız, bundan öncəki videoya baxırsınız. Orada mən bütün əsəri xırdalıqları ilə sizə təhlil etmişəm. Bütün xırdalıqlarını sizə çatdırmışam. Onun hansı həyatı əks etdirmə növündə olduğunu, mövzusunu, ideyasını, əsərdə olan problemi, ananın nitqini, müəllifin nitqini, oğulun nitqini, hər üçünün nitqi var. Onları sizə xırdalamışam. Bütün misraları tək-tək sizin üçün təhlil etmişəm. Odur ki, öncəki videoya baxın. Şeirdən xəbərsiz olsanız o əsəri işləməyə dəyməz. Onun tapşırıqlarını kör-körənə işləməyin, köçürtməyin. Sadəcə olaraq izahlara diqqətlə qulaq asın ki, bu sizə yuxarı siniflərdə kömək olacaq. Ən əsası da deməli 3-cü qrupa gedən uşaqlar olur ki, onlarda məsələn ədəbiyyatı seçənlər olur ki, onlara kömək olur. Odur ki, diqqətli olursunuz, diqqətlə baxırsınız. Başlayaq. Bir də kanala abunə olmağı, abunəsiz baxanlar, yəni mütləq kanalımıza abunə olun. Davamlı dərslərimiz gəlir. Dərslərimizi maraqlı şəkildə sizin üçün izah etməyə çalışıram. Paylaşmağı və bəyənməyi də yaddan çıxartmayın. Keçirik birinci dərsimizə. Birinci dərs nə deyir bizə birinci dərsdə? Deyir ki, əsərin oxusundan, yəni bunu səssizdə oxuya bilərsiniz, səsli oxunun dinlənilməsi və s. şəkildə də yerinə yetirə bilərsiniz və oxudan sonra aşağıdakı suallara parta yoldaşlarınızla birlikdə cavab verməyə başlayın, yəni hazırlaşın. Təbii ki, sizə artıq onu tövsiyə etdim ki, mütləq oxuyun, ya oxumaq istəmirsinizsə, öncəki videoda mən bunu tam şəkildə sizin üçün xırdalayıb təhlilini vermişəm. Şeirə səsli şəkildə qulaq asın, ondan sonra sualları cavablandırın. Belə bir sual verir bizə. Gənc oğlan hara hazırlaşır? Gənc oğlan hara hazırlaşırdı? Təbii ki, vətəni qorumağa, döyüşə hazırlaşırdı, döyüşə gedirdi. Yəni o döyüşdə deyildi, hələ indi çıxır qapıdan, yəni hazırlaşıb, indi çıxır qapıdan ki, cəbhəyə yollansın. Deməli, vətəni qorumağa, döyüşə hazırlaşırdı. Ana oğluna nə nəsiyyət edir? Ana oğluna nə nəsiyyət edir? Deyir ki, qəhrəmansan, sənə halaldır südüm, qulağında yaxşı qalsın mənim sənə öyüdüm. Öyüdüm, yəni nəsiyyətim. Biz sənsiz də dolanarıq, uğur olsun yoluna. Qılıncını çalan zaman qüvvət gəlsin qoluna. Sən düşmənin qabağında igid tərpən vüqarla, tüfəngini təmiz saxla, atını da tumarla. Deməli, bu 4 misra. Ananın oğluna olan nəsiyyətidir. Ana oğluna nə deyir? Yəni siz bunu elə birbaşa sualın yerinə də yaza bilərsiniz bənd şəklində. Və yaxud da deyə bilərsiniz ki, ana oğluna mərd, vicdanlı olmağı tövsiyə eləyir, vətəninə halallıqla xidmət etməyi, tüfəngini təmiz saxlamağı, atını tumarlamağı, deməli vətəninə layiqli övlad olmağı nəsiyyət edir. Daha sonra belə bir sual var ki, ananın fikrincə, baxın, ananın fikrincə istəyir. Ananın fikrincə döyüşdə hansı döyüşçüdə, yəni əskərdə hansı keyfiyyətlər olmalıdır? Ana düşünür ki, görürsünüz nə deyir? Ana deyir ki, sənin yəni fikrin bizdə qalmasın. Sən zəfərlərinin sayını artır. Zəfərlərinin sayını artır deyir. Yəni düşmənlə, vüqarla vuruş düşmənlə, qorxu olmasın. Ona görə də ana fikirləşir ki, döyüşçüdə hansı keyfiyyətlər olmalıdır? Döyüşçü cəsur olmalıdır, namuslu olmalıdır, mərd olmalıdır, vətənpərvər, igid və təmiz qəlbli olmalıdır. Ananın fikrincə igid olmalıdır, təmiz qəlbli olmalıdır. Daha sonra deyir ki, sənin anaya ehtiramını hansı misralarda daha qabarıq? Sənin yox.
Şair. Şairin anaya ehtiramı hansı misralarda daha qabarıq ifadə olunmuşdur? Qabarıq ifadə olunmuşdur. Deyir ki, baxın, ananın, şairin anaya olan ehtiramı, baxın burada, ehtiram nədir? Hörməti. Daha qabarıq göstərilir. Deyir ki, igid balam, ana deyir burada ki, igid balam, hərçənd ki öz ananam mən sənin, çörəyi ilə böyümüsən bizim ana vətənin. Və bu misralarla anaya olan daha da o hörməti, ehtiramı artırır ki, sən deyir mən sənin öz anan olsam da çörəyi ilə böyümüsən bizim ana vətənin. Ona görə də deyir ki, yəni şairin orada daha böyük ehtiramı, hörməti artır anaya qarşı ki, yəni oğlunu torpaq uğrunda göndərmək üçün gözünü belə qırpmır. Yəni oğlunu tam rahatlıqla, əksinə oğluna öyüd nəsihət verir ki, get bir vüqarla vuruş, atını tumarla, tüfəngini təmiz saxla. Yəni bu fikirlərlə, hərçənd ki öz ananam mən sənin, çörəyi ilə böyümüsən bizim ana vətənin. Sən yəni məndən də qarşıda vətən durur, onu bildirmək istəyir ana və şair anaya olan hörmətini bu misralarla daha qabarıq şəkildə çatdırıbdır. Daha sonra bu suallar üzrə müsahibədə fəal iştirak edin. Aşağıdakı tapşırıqları, deməli bu suallar verilsə bizə, təbii ki hansı bir sual verilmiş olsa, o suallar ətrafında yenə deyirəm, öncəki videoya baxın, bütün suallarınızı orada cavablamışam. Bütün yəni mətnə aid nə qədər sual var, hamısının xırdalıqlarına qədər vermişəm. Aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirin. Əsər barədə fikirlərinizi iki hissəli şəkildə yazın. İki hissəli şəkildə. Əsərdə diqqətimi daha çox cəlb edənlər. Əsərdə diqqətimi daha çox cəlb edənlər nə oldu? Baxın, bu hissəyə yazacaqsınız. Cədvəli olduğu kimi elə bu şəkildə çəkin. Və burada əsərdə daha çox diqqətimi cəlb edənlər 1 qoyun, 2 qoyun, bu şəkildə yazın. Birinci nə idi əsərdə diqqətimi cəlb edən? Ananın oğluna verdiyi nəsihət. Ananın oğluna verdiyi nəsihət idi. Bu birinci nəsihəti öyüdü. İkinci, deməli, ananın oğluna göstərdiyi sevgi. Birinci nəsihət idi. Baxın. Birinci ananın oğluna verdiyi nəsihət. İkinci nə idi? Ananın oğluna verdiyi sevgi. Bir də ki, bilirsiniz nə idi? Baxın, burada deyir, igid balam, hərçənd ki öz ananam mən sənin, çörəyi ilə böyümüsən bizim ana vətənin. Yəni, bununla o demək istəyir ki, ananın oğluna vətən qarşısında məsuliyyətini xatırlatmaq, məsuliyyətini. İki dənədir məsuliyyətdə. Məsuliyyətini xatırlatmaq. Ana öz oğluna vətən qarşısında məsuliyyətini xatırlatması. Bunlar əsərdə diqqətimi daha çox cəlb eləyənlərdir, deyə bilərsiniz. Bunun səbəbi nədir? Səbəbi nədir bunun? Bunların hamısında bir səbəb yazacaq. Ümumiyyətlə bunu belə yazmayacaq. Bir dənə səbəb qoyacaq hamısına. Səbəb nədir? Çünki buradan elə bu şəkildə yazacaqsınız sırayla. Çünki ana sözləri həm duyğuludur, ananın sözləri həm duyğuludur, həm də bir əsgər üçün güclü mənbədir. Mənəvi bir dayaqdır. Ananın sözləri əsgərdən ötürü bir mənəvi dayaqdır, bir güc yaradır əsgərdə. Ona görə bu şəkildə fikirləşirəm. Bunun səbəbini burada görürəm ki, yəni ana bir güc mənbəyidir. Oğul ananın sözlərindən güc alır. Həm də ananın sözləri istər-istəməz oğulu və digər oxucuları da duyğulandırır. Ona görə də düşünürəm ki, ananın bu sözləri ilə bir mənəvi dayaq yaranır oğlanda. Oğlan elə bilin ki, əskər bir mənəvi dayaq tapır özünə. Bu da bizim bu tapşırığımız. Yəqin ki, başa düşürsünüz. Təbii ki, tapşırıqlarımızda xoşunuza gəlirsə, əgər kanalda paylaşdıqlarım sizə xoş gəlirsə, dərsimizin gedişatı sizə xoş gəlirsə, təbii ki, bəyənməyi yaddan çıxartmayın. Baxırıq, bədii təsvir və ifadə vasitələrinin işləndiyi misraları cədvəldə qeyd edin. Təsvir və ifadə vasitələrinin işləndiyi misraları istəyir bizdən. Baxağın görəyin, şeirə baxağın görəyin, harda var, nə var?
Deməli, baxırıq şeirə. Deyir, geyib əskər paltarını silahlandı qəhrəman, onun polad sinəsinə. Polad nədir burada? Poladdan, polad dəmir deməkdir. Dəmirdən sinə görmüsünüz olsun. Dəmir sinəsindən yox. Deməli, bu olur burada epitet, məcazi mənada, bədii təyindir, epitetdir. Dayan deyib, yaxın gəldi, öpdü onun alından, yay gününün xoş səhəri bir də dağlar küləyi. Ana getdim, salamat qal. Ümumiyyətlə, yadınızda qalsın ilk növbədə. Əgər şeirdirsə, şeirdə mütləq nə olacaq? Bədii ifadə vasitəsi olan inversiya olacaq. Mütləq, bunu yadda saxlayın. İnversiya var, mütləqdir ki, şeir varsa, şeirdə inversiya var. İnversiya nə deməkdir? Söz sırasının pozulması deməkdir. Keçəcək onu sizinlə, dərsin ilə bu dərsin tərkibindədir o da. Daha sonra deməli, inversiya yəni var burada. Məsələn, geyib əskər paltarını silahlandı qəhrəman. Əslində olmalı idi ki, qəhrəman silahlandı. Əskər paltarını geyindi. Bu şəkildə olmalıdır. Amma şeirə əsasən sıra pozulubdur. Polad bədii deməli, ifadə vasitəsi kimi inversiya götürürsünüz. İfadə vasitəsi kimi inversiya. Amma epitet isə bədii təsvir vasitəsidir. Oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim. Görürsünüz, oğluna müraciəti oğlum deyir, göz bəbəyim deyir, ömür çiçəyim deyir. Müraciət formaları budur. Bu cür müraciət formalarını da biz deməli, göz bəbəyim, ömür çiçəyim, biz bunları da metafor götürürük. Metafor götürürük. Metafor da yenə bədii təsvir vasitəsidir. Yadınızda qalsın. Daha sonra tarixlərin şahididir. Bax, tarixlərin şahididir, deyir. Tarixlərin şahididir. Mənim bu ağ birçəyim. Tarixlərin şahididir. Birçək, ağ birçək. Ağ birçək nədir? Ananın bu üzündəki, yəni birçəyində olan ağ tüklər gedir. Yəni, ağ saçını nəzərdə tutur ki, mənim ağ birçəyim, deyir, bu tarixlərin şahididir. Bu nə gedəcək? Metafor gedəcək. Bu da metafordur. Göz bəbəyimdir, ömür çiçəyimdir. Bunlar metafordur. Yadınızda qalsın. Daha sonra İgid balam, hərçənd ki öz ananam mən sənin, çörək ilə böyümsən bizim ana vətənin. Bu da olacaq inversiya. Bütün misralarda demək olar inversiya var. Daha sonra harada var baxağın. Baxın, deyir ki, əskər artıq yola düşdü, dağ tərpəndi yerindən. Bu dağ, bu əskərdir da. Yəni, dağ tərpəndi yerindən. Burada nədir? Metafordur. Metafor. Həm metafordur, həm də burada metonimiyə gedir. Çünki dağ tərpəndi yerindən onun artıq deməli ad dəyişmə də gedir. Daha sonra dağ tərpəndi yerindən. Burada metafordur. Sonra nə var burada? Yaşa dedi. Yaşa. Yaşa, yaşa. Bunlar da ki təkrirdir. Yadınızda qalsın. Təkrir. Burada baxın, dağ tərpəndi yerindən metafordur. Bir də ki, yox, ad dəyişmə deyil burada. Əskər artıq yola düşdü, dağ tərpəndi yerindən. Əskəri dağa bənzədir. Əskəri dağa bənzədir. Bu bir təşbihdir, üzr istəyirəm. Yəni, metonimiya deyir, təşbihdir. Təşbih. Dağ tərpəndi yerindən. Əskəri bir dağa bənzədir. Bu olur təşbih. Burada var, dağ tərpəndi yerindən həm təşbihdir, həm də mübaliğədir. Həm təşbihdir, həm mübaliğə. Dağ tərpəndi yerindən. Həm təşbih, həm mübaliğə götürürük. Yaşa, yaşa, bunları da təkrir götürürük. Daha sonra keçirik növbəti suallara. Buradan da artıq onların işləndiyi misraları yaza bilərsiniz. Kiçik qruplarla birləşib hər iki tapşırığa hazırladığınız cavabları dəqiqləşdirin. Çıxardığınız nəticələri təqdimatlar əsasında müzakirə edin. Artıq buradan yəni oxumusunuz buraları, bu tapşırıqları işləyəcəksiniz. Buradan çıxan nəticələr də müzakirə edilir. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayırıq. Ananın oğluna nəsiyyəti məndə hansı hiss və düşüncələri yaratdı? Təbii ki, ananın oğluna olan, deməli, ananın oğluna verdiyi
nəsihətlər insanı qürurlandırır. İnsan o nəsihətlərlə təbii ki, qürurlanır. Məndə fərəh hissi yaratdı, qürur hissi yaratdı. Bir növ 44 günlük müharibəmizin son günü, zəfər gününü yadıma saldı deyə bilərik. Sonra qəhrəmanlarımıza, igidlərimizə böyük hörmətim yarandı. Yəni sevgiyə, onların qəhrəmanlığına, igidliyinə daha da böyük hörmətim yarandı və ananın oğluna o verdiyi nəsihətlər bir növ deməli insanın ürəyinə yol açır və insanda bir fərəh, qürur hissi yaradır. Fərəh sözü baxın belə yazılır. Fərəh, qürur hissi yaradır ki, yəni artıq yəni belə analar var ki, oğullarını vətən uğrunda yola salanda onlara deməli necə vuruşmağı, necə döyüşməyi, necə atını tumarla deyir, təmiz saxla deyir tüfəngini. Yəni zəfərlərinin sayını artır deyir. Fikrin bizdə qalmasın, biz sənsiz də dolanarıq, yaşayarıq. Fikrin zəfərlərinin sayını artırmaqda olsun. Yəni qürurlandırır. Ananın oğluna olan nəsihəti insanı qürurlandırır. Bu bir. İkinciyə nə yaza bilərik? İkincidə nə deyir? Deyir ki, şeiri nəsrə çevirib məzmununu yığcam danışın, öyrəndiyiniz yeni sözlərdən də istifadə eləyin. Ana oğlunu deməli burada nəsrə çevirəndə deyərik ki, ana oğlunu əskər paltarında görüncə oğlunu yola salır. İlk öncə deyək ki, ana oğlunu yola salır və onu əskər paltarında görüncə dua eləyir oğluna, uğur arzulayır, öz məsləhətini verir və inanır ki, oğlu vətənin keşiyində mərdliklə duracaq və öz ağ saçlarının bu tarixin şahidi olduğunu bildirir oğluna və oğluna deməli dəstəkləyici, mənəvi dayaq olan sözlər deyir, ürəkdən gələn sözlər deyir ki, sən deməli vətənini qoru. Və ana təbii ki, oğlunun vətənin keşiyində mərdliklə duracağına inanır. Çünki ana getməmişdən əvvəl deyir ki, görürəm ki, qəhrəmansan, artıq o oğlunu qəhrəman hesab eləyir. Daha sonra bu da bizim 4-5-ci tapşırıqlarımız deyil. Mövzulardan birini seçib təqdimata hazırlaşın, evdə işə baxırıq. Əskər anaları hansı hisslərlə yaşayır? Əskər anaları deyir, hansı hisslərlə yaşayır? Təbii ki, deməli, əskər anaları hansı hisslərlə yaşayır? Əskər anaları ümumiyyətlə hər zaman övladlarına deməli, öyüd verirlər, vətəni necə qorumağı tapşırırlar. Amma əskər analarının hisslərini heç kəs yaşaya bilməz də. Onların yaşadığı hisslər çox müqəddəsdir və onlar hər gün ağızlarında duaları olur. Hər oturub duranda ağızları dua eləyir oğulları üçün. Onlar oğullarının zəfər dolu deməli zəfərlə müharibədən geri qayıtmasını, döyüşdən geri qayıtmasını gözləyirlər. Daha sonra Səməd Vurğunun müharibəyə həsr etdiyi lirik şeirlər deyir. Lirik şeirlərdən Səməd Vurğunun müharibəyə həsr etdiyi lirik şeirlər, onun bir sıra lirik şeirləri var və Səməd Vurğun bilirik ki, çox yaşamayıbdı, amma 1941-ci ildə onun deməli həkim bacısına yazdığı bir lirik şeiri var. Sonra müharibə dövründə yazdığı elə ananın öyüdü lirik şeiri var. Bu kimi şeirləri var. Daha sonra deməli, daha sonra deyə bilərik ki, Səməd Vurğunun deməli Şəfqət bacısı, Şəfqət dedikdə o kimi şeirləri var ki, müharibə mövzusunda yazıbdır və müharibəyə həsr etdiyi lirik şeirlərdə. Amma o dövrdə yazdığı daha çox şeirlər var ki, sırf yəni müharibəni təmsil etmir də, müharibə də var içində. Sırf müharibəni təmsil etmir. Amma müharibəyə aid olan şeirlərindən ən əsası götürürük ki, Tibb bacısı şeiri var və Ananın öyüdü şeiri var. Bu kimi şeirləri götürüb bir də ki, müharibəyə həsr etdiyi şeirlərdən deyə bilərsiniz ki, 26 Bakı komissarlarına həsr etdiyi bir şeir var. 26 Bakı komissarları. Şeirin adı budur. 26 Bakı komissarları.
Komissarları adlı bir şeirdir. Bu şeirə, bu poemadır, bir poemadır. Bu poemaya bir deməli kino da çəkilibdi. Kino da adlanır 7 oğul istərəm. 7 oğul istərəm. 7 oğul istərəm kinosudur ki, deməli bu kino 26 Bakı komissarları əsəri əsasında çəkilibdir. Çox möhtəşəm də bir kinodur. Baxmağı da tövsiyə edirəm. Elə bunu da sinifdə deyə bilərsiniz ki, 26 Bakı komissarları poeması əsasında 7 oğul istərəm adlı kino çəkilib ki, müharibə mövzusunda yazdığı ən böyük əsəri demək olar ki, bu əsərdir. Qaldı ikinci dərsimiz, daha sonra üçüncü dərsimiz. Bunları da sizin üçün növbəti videoda çəkəcəm. Bu qədər. Videonu bəyəndinizsə bəyənməyi və paylaşmağı yaddan çıxartmayın. Bu da sizdən mənə dəstək olsun. Bu qədər. Sağ olun. Növbəti videoda görüşərik.